Yani Peygamber sallallahu aleyhi ve sellem Sallallahu bunun aleyhi ve sellem. sahabelerine söylediği zaman bidətlər var idi mi? Yox. Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin dövründə bidət yox idi. Deməli artıq Yox, Allah Rasulü gələcəkdə belə bir şeylərin Ola bəs olmasını. əlbəttə görürsən dedik mən ya'iş minkum fəseyyara ixtilafən Bəli, kəsira. Kim tamam. yaşasa böyük çox uzun ömür yaşasa ixtilaf görəcək. İxtilafın baş verməsini görəcək. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dövründə yox idi. Çünki niyə görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sağ idi və o bütün sahabələrin suallarına, yəni hansısa bir etiraz yaranırdısa və s. və yaxud Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dərhal onu izah edirdi. Bəli. Həmçinin bidətin yəni təhlükəli olmasının deməli dəlalət edən dəlillərdən də biri budur ki, bidət əməl Allah qatında qəbul olunmur. Yəni nə cür böyük əməl olursa olsun. Nə cür böyük əməl olursa olsun. Biz bildiyimiz kimi əməllərin qəbul olması üçün iki şərt var. Qeyd edin qardaşlar. Bəli, iki şərt var. Qeyd edin bu şeyləri inşallah. Yəni bir əməlin Allah dərgahında, Allah qatında qəbul olması üçün iki şərt var. Bu şərtlərdən biri əməl ixlaslı olmalıdır, yəni xalis Allah üçün olmalıdır. İkincisi isə əməl şəriətə uyğun olmalıdır, yəni dinə uyğun olmalıdır. Yəni Allahın və Peyğəmbərinin buyurduğu kimi olmalıdır. Əgər bu iki şərtdən biri olmasa, yəni əməl hətta Allah üçün olsa belə, amma şəriətə uyğun olmasa, yəni şəriətə uyğun olmaması nə deməkdir? Yəni bidət əməl olması. Yəni bidət olarsa, bu əməl qəbul olunmur Allah qatında və onun sahibinə, yəni əməl edilənə qaytarılır, rədd olunur. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Mən amilə əmələn leysə aleyhi əmruna fəhu raddun. Yəni kim bir əməl edərsə və bizim əmrimizdən olmayan, yəni bizim dinimizdən olmayan bir əməl edərsə, o əməl onun özünə qaytarılır, yəni qəbul olunmur. Ona görə də insan böyük bir əməl edə bilər, yəni əziyyətli, məşəqqətli. Hal-hazırda məsələn biz görürük ki, bəziləri elə əməllər edirlər ki, özlərinə çox məşəqqət, çətin bir əməllər edirlər. Məsələn, qeyd edəcəyik, məsələn, dində Peyğəmbərimizin sallallahu əleyhi və səlləm buyurmadığı, məsələn, zikirlər, buyurmadığı ibadətləri edirlər. Hansı ki, dinimiz bunu buyurmayıb, amma çox təəssüf ki, bu əməllər onlara qaytarılır və qəbul olunmur. Ona görə bu özü nədir? Yəni, insan bu qədər əziyyət çəkir, o elə düşünür ki, onun etdiyi yəni yaxşıdır. Allah qatında qəbul olur, amma halbuki Peyğəmbər sallallahu əleyhi və səlləm əmr etmədiyi bir şeydir və rədd olunur. Qəbul olunmur, qəbul olunmur. Və həmçinin fikir verin, bidət edən və bidətə dəvət edən, yəni bidət etmək bu bir günahdır. Amma kim öz etdiyi bidət əmələ dəvət edərsə başqalarını, həmən o dəvət etdiyi insanların günahları da ona yazılır.